Vestgold adı ilə margarin satışı, yoxsa keyfiyyətsiz, yararsız məhsul satışı. Salam hörmətli izləyicilər. Tamstor marketlər şəbəkəsində Vestgold yağı endirimlə müştərilərə təqdim olunur. Bir müddət əvvəl bu məhsul Bazastor marketlər şəbəkəsində də endirimlə müştərilərə təqdim edilirdi. Lakin gördüyünüz kimi bu yağların üzərində heç bir Vestgold markirovkası və yaxud da stiker yapışdırılmayıb. Yəni məhsulun Vestgolda aid olduğunu biz heç cürə müəyyən edə bilmirik. Nəhayət ki, bəzi məhsulun üzərində Vestgold stikeri yapışdırılıb, lakin bu bütün məhsulların üzərində yox idi. Bu problem Bazastor marketlər şəbəkəsində də baş vermişdir. Bu barədə biz Vestgold idxalçısı ilə əlaqə yaratdıq. Onlar problemin aradan qaldıracağını bildirsələr də, növbəti Tamstor endirimlərində eyni halın təkrar yaşandığını şahid olduq. Bu bir məsuliyyətsizlikdir və nəzarətsizlikdir. Əsas problem bu deyil. İkinci əsas problem yağların üzərində gördüyünüz ağ ləkələrdir. Videoya təkrar baxsanız, bütün yağların üzərində ağ ləkələr açıq-aydın görsənir. Hazırki qablaşmaya diqqətlə baxsanız, yağın içərisində hansısa canlıya məxsus olan tükün olduğu aşağı görünür. Bu problemlərlə bağlı biz təkrar Vestgold şirkətinin nümayəndəliyi ilə əlaqə yaratdıq. Onları Tamstor marketinə dəvət etdik. Vestgold nümayəndələri bizim iradlarımızı dinləyib onları qəbul etdilər. Lakin qismən qəbul etdilər. Hətta onlara bu yağların üzərində ağ ləkələrdən ibarət hissələr kəsilib daddırıldı. Onlar yağın dadının normal olmadığını etiraf etdilər. Lakin məsuliyyəti özlərindən atdılar. Tamstor mağazasının müdiriyyətinin iştirakı ilə Vestgold nümayəndələri problemin Tamstordan asılı olduğunu qeyd etdilər. Vestgold nümayəndələri Tamstoru kəsimi düzgün etməməkdə, saxlanma şəraitini düzgün seçməməkdə, markirovkanı, qablaşmanı düzgün etməməkdə günahlandırdı. Və beləliklə hər kəs məsuliyyəti özlərindən atdı. Biz isə məcbur olub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizəsi ilə müraciət etdik. Müraciətimizə qısa vaxt ərzində baxılacağı və cavab veriləcəyi barədə məlumat verildi. Tamstor mağaza rəhbərliyi isə öz öhdəsinə götürdü ki, həmin yağları laboratoriyada analiz etdirəcək və onların nəticəsi barədə bizə məlumat verəcəkdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin araşdırmasının nəticəsini, Tamstor mağaza rəhbərliyinin söz verdiyi laborator analizlərin cavablarını səbirsizliklə gözləyirik. Hörmətli izləyicilər, siz isə məsələ ilə bağlı münasibətinizi, iradınızı, təklifinizi şərh bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı unutmayın.